Mama, amma. Hə, nə Qatabəy? Mama, o bayaqlar uşaqlara hansı sözü izah eləyirdin? Mənsubiyyət şəkilsidir, hallı kimi. Yox, Mənsubiyyət şəkilçili söz iki şəxsdə başa düşülür. O? Hə. Aha. Hə, onu bir dənə mənə izah elə də. Yaxşı, biraz tez gəlsəydin sən də başa düşərdin dərsdə. Yaxşı, lövhədə yaz. Tez yaz, buranı yığışdıraq. Yaxşı. Bax, Atabəy, cümlə tam yadımda qalmadı, nətər idi. Deməli, dostum kitabını deyək ki, mənə verdi, apardı. Qoy yazaq apardı. Cümlə tam yadımda qalmadı, amma nə cür idi. Dostum kitabını apardı. Burada söhbət kitabını sözündən gedir. Kitab sözün köküdür, düzdür? Dostum kimin kitabıdır? Dostumun təbii ki də. Ay sağ ol, özünün. Dostum özünün kitabı mənsubiyyətdir, mənsubiyyət. N bitişdiricidir, I nədir? I da təsirli hal şəkilçisidir. Dostum özünün kitabını apardı və yaxud da dostum sənin kitabını. Bax, sənin nədir sözün kökü? Sən. İnnə şəkilçisidir. Yərik halda. Yərik halda da qeyri-müəyyən nə idi? Deməli, əgər yərik hal götürmüsənsə, mütləq özünə sonra nə tapmalısan? Mənsubiyyət. Birinci, ikinci, üçüncü sözdə hansındasa əvvələn birinciyə baxırıq da. Birincidə olmasa, ikinci, üçüncüdə harda olsa mütləq mənsubiyyət şəkilçili söz var. Mütləq. Deməli, sənin yərik haldır. Sənin kitab sözün kökü, düzdür? Sənin nəyin oldu? Kitabın mənsubiyyət. I nədir? Təsirli hal şəkilçisi. Deməli, bunda da mənsubiyyət şəkilçili söz var, bunda da mənsubiyyət şəkilçili söz var. Düzdür? Eyni sözdür. Bax, kitabını, eyni sözdür. Amma ki, bu neçənci şəxsdə başa düşülür? Üçüncü şəxsin təkində. Bu neçənci şəxsdə başa düşülür? İkinci şəxsin təkində. Niyə belə oldu? Çünki burada dostum özünün kitabıdır, üçüncü şəxsdir. Amma burada sənin kitabını apardı. Bax, cümlədə heç bir məna itkinliyi falan olmur. Buradan yenə yaza bilərik. Dostum sənin kitabını apardı. Aha. Deməli, dostum sənin kitabını apardı, dostum özünün kitabını apardı. Eyni cümlədir, heç bir məna dəyişikliyi baş vermir, sənin sözündən əvəz eləyəndə, əlavə eləyəndə və kitabını sözü ikinci şəxsin təkində olanda mənsubiyyət şəkilçimiz nə olur? I. İkinci şəxsin təkində mənsubiyyət şəkilçisi nədir? I-dır. I-dır. Düzdürmü? I da təsirli hal şəkilçisi. Amma üçüncü şəxsin təkində olanda mənsubiyyət şəkilçisi nədir? I-dır. N bitişdiricidir, I da təsirli hal. Başa düşdün? Buna nə deyirik? Mənsubiyyət şəkilçili söz iki şəxsdə başa düşülür. Bayaq ki, o da testin sualı idi. Uşaqlarla ona izah elədim onlara. Sən gec gəldin də, biraz tez gəlsən, sən də başa düşərdin. Aydındır indi?